Xəstə Allahverənova Zərrüşcan Allahverən qızı 1946-cı il təvəllüdlü. Bizə xroniki pielonefritin kəskinləşməsi, nefrogen hipertoniya, xroniki böyrək xəstəliyi 3-cü mərhələ, şəkərli diabet, diabetik nefropatiya, ürəyin işemik xəstəliyi, xroniki ürək çatmamazlığı, bir də böyrək daşı xəstəliyindən qəbul olunub. Gələndə xəstənin vəziyyəti qeyri-stabil idi. Xəstə tez-tez sidiyə gedirdi, sidiyi saxlaya bilmirdi. Ürək bulanma, narahatçılıq şikayəti var idi. Hal-hazırda xəstənin müalicəsi davam edir. Xəstəyə uroloqlar tərəfindən də baxılıb, xəstəyə stent qoyulub, yəni daşa görə, axarda daş olduğuna görə daşı da litotripsiya eləyiblər. İndi hal-hazırda xəstənin müalicəsi davam edir bizdə. Mən baş həkimi, mətləb həkimi, Ceyhun həkimə təşəkkürümü bildirirəm. Çox gözəl kollektivi var. Dekabrdan ağır vəziyyətdə. Elə məni ölümün könül həkim qaytarıb. Çox gözəl müalicə edib. Sevil xanım Starş, Dilşad xanım, bütün kollektivlərinə çox razıyam. Allah hamd olsun. Dərmanların hamısını pulsuz veriblər. Addımla təmirdim indi. Yeriyə bilməm, özüm idarə eləyə bilməm. Sağ olsun. Könül xanım sağ olsun. Bütün kollektiv sağ olsun.